Azərbaycan-Türkiyə müttəfiqliyi və reallaşan regional və qlobal layihələr niyə geostrateji önəm daşıyır? Petrol, qaz, boru xatları projeleri nəinki ülkelerimizi birleştirdi, eyni zamanda Avrasya'nın enerji haritasını değiştirdi. Iğdır, Nahçıvan doğalgaz boru hattı enerji alanında daha evvelki stratejik girişimlerimizi tamamlayacaktır. Türkiyədən verilən mesajlar niyə Ermənistanda ciddi gərginlik yarattı? Yaxud geopolitik alətə çevrilən İrəvanın Zəngəzur dəhlizi spekulyasiyalarının arxasında nələr və ya kimlər dayanır? Bəs Dəmir İpək yolunun geniş coğrafiyada funksionallığı nə üçün artır? Orta dəhliz Çin və Avropa arasında 3 ticarət yolundan biridir. İnşallah. Hoş geldiniz. Allah sizi var eylesin. Azerbaycan təsir eləməsin. Allah bütün xalqımızı, dövlətimizi İnşallah. Gəncədə həyata keçirilən infrastruktur layihələr tarix və müasirlik harmoniyasında necə reallaşır? Gəncənin mərkəzində 130 ildir mövcud olan Aleksandr Nevski kilsəsi təkcə insanların ibadət etdiyi yer deyil, həm də şəhərin sükut içində saxladığı yaddaşıdır. Bəs işğaldan azad edilmiş ərazilərdə rahat və təhlükəsiz həyat üçün hansı şərait yaradılır? Laçın sakinlərinin təhlükəsizliyini təmin etmək üçün polislərimiz iş başındadır. Laçının məşhur Bozlu şəlaləsindəyik. Gecə 25-30 dərəcə şaxtada şəlalə tamamilə donub. Sürücüm yaralandı. Mən isə 20 metr aralıda olduğumdan xəsarət almadım. 1992-ci ildə Xocalda olmuşam. Dedilər, burada meyitlər var, gəl dəfn edək. Mən də aparıb yerini göstərdim. Müharibə cinayətlərində ittiham olunan ermənilərin məhkəmə etirafları işğalçı Ermənistanı niyə təşvişə salıb? Ayaqlarda sürünən BMT İnsan Haqları Ali Komissarının absurd bəyanatına Bakıdan kəskin reaksiya. In Azerbaijan, including ethnic Armenians, must be released immediately and fair trial rights must be respected fully. Kiyevdən Ağ Evə qəfil dönüş, yaxud növbəti Amerika Birləşmiş Ştatları Ukrayna görüşündən gözləntilər nədir? O dedi ki, davamlı sülhə nail olmaq üçün komandam və mən Prezident Trumpın güclü liderliyi altında işləməyə hazırıq. Avropa İttifaqı liderləri Brüssel Fövqəladə sammitinə niyə toplaşdı? Avropanın yenidən silahlanması planını təqdim edirəm. Bu və digər sualların cavabı həftə verilişində. Шановні колеги,